günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə gecikmələr müşahidə olunur. Bölgə TV-nin məlumatına görə vətəndaşlar bildirirlər ki, əvvəl təxminən bir həftə ərzində əldə edilən sifarişlər hazırda 20 gündən çoxdur ki, gömrükdə saxlanılır. Vətəndaşlar iddia edirlər ki, məhsullar gömrükdə yoxlanış üçün təhvil alınsa da, yoxlamalar həyata keçirilmir və əsassız yerə bağlamalar orada saxlanılır. Vətəndaşlar onu da bildirirlər ki, bəyan üçün istifadə olunan proqramda məhsulun gömrüyü tərk etdiyi qeyd olunsa da, onlayn alış-veriş platformasına bağlamanın hələ də gömrükdə olduğu bildirilir. Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən Xəzər xəbərə bildirilib ki, gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcılar vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir. Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya bəyan edilməyən bağlamaların həcminin artığı müşahidə olunur. Gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır. Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir. Rəna Rövşən qızı, Bölgə TV.